Abone olun, like edin, rəy yazın, video linkini paylaşın. Sağ olun. Salam, 7-ci sinif kimya 2-ci hissə dərslikdən 1-ci mövzuya baxaq. 5.1 kristallaşdırma üsulu. Mövzunun suallarına baxaq. Səhifə 10-da. Deməli, öyrəntilərinizi tətbiq edin hissəsindəki sualdan başlayaq. X və Y bərk maddələrinin suda həll olmasının temperaturda nasıl qrafiki verilib? X maddəsinin su ilə qarışığını hansı üsulla ayırmaq məqsədə uyğundur? Fikirlərinizi əsaslandırın. X maddəsinə fikir verirsinizsə, temperatur görürsünüz artdıqca həll olması da kəskin artıb. Buna görə də burada kristallaşdırma üsulundan istifadə edirik. Deməli, A bəllində belə yaza bilərsiniz. Kristallaşdırma üsulundan çünki temperatur artdıqca həll olması kəskin artır. Sonra B'də isə deyir, Y maddəsinin su ilə qarışılan hansı üsulla ayırmaq məqsədə uyğundur. Burada Y-ə fikir versəz, bunun temperatur artdıqca kəskin artmayıb. Buna görə də buxarlandırma üsulundan istifadə edirik. Buxarlandırma üsulu. Fikrimizi də ona görə əsaslandırırıq ki, temperatur artdıqca həll olması kəskin dəyişmir, kəskin artmır. Formada yaza bilərsiniz. Belə oldu. Sonra, öyrəntilərinizi yoxlayın hissəsində deyir ki, birinci sualda buxarlandırma üsulunun kristallaşdırma üsuluna fərqi nədir? Bunu elə nəzəriyyə kimi də yaza bilərsiniz. Buxarlandırma üsulunu kristallaşdırma üsulundan əsas fərqi odur ki, buxarlandırma üsulunda məhlul qızdırıldıqda bərk maddə kimyəvi çevrilməyə məruz qalmır. Sonra, nə üçün şəkərin su ilə qarışığından şəkəri buxarlandırma üsulu deyil, kristallaşma üsulu ayrılırlar. Çünki məhlulu qızdırdıqda şəkər kimyəvi çevrilməyə məruz qalır. Həm də ki, burada belə bir şey də yaza bilərik ki, kristallaşdırma üsulu ilə saf maddə daha təmiz halda əldə edilir, ayrılır. Belə də yaza bilərsiniz. Bu qədər. Sağ olun.